öz dəyərindən 500% daha çox. Sonra deyirlər ki, kəndli baha satır öz məhsulunu, biz də heç bir şey ala bilmirik. 1.50, 1.70, 2 manata kimi olur. Təsərrüfatla məşğul olan kəndlilər yemişin alverçilər tərəfindən ucuz qiymətə alınmasından narazıdır. Gördüyünüz bu yemişin bu ərazidən alış qiyməti isə cəmsi 40 qəpik təşkil edir. Halbuki bu yemişi Bakıda 2 manat 40 qəpiyə, 2 manat 50 qəpiyə alıcılara təqdim edirlər. Yəni öz dəyərindən 500% daha çox. Kürdəmir rayonu ilə Bakı arasında cəmsi 175 kilometr fərq var. Yəni 175 kilometr bu gedən bu kənddən Bakıya gedənə kimi 5 qat qiyməti qalxır. Gördüyünüz bu yemişin və digər yemişlərin. Sonra deyirlər ki, kəndli baha satır öz məhsulunu, biz də heç bir şey ala bilmirik. Bəs görəsən şəhərdə yemişin qiyməti necə dəyişir? Yemişin qiyməti neçədir? Onlar qiymət razın olur qızım. 30 qəpikdən, 20 qəpikdən başlayır ta 1.50, 1.70, 2 manata kimi olur. Yəni malından asılıdır qiyməti. Yaxşının yaxşı qiyməti var, zəifində zəif qiyməti. Bəs qiymətlər nəyə görə fərqlənir, rayonlara görə? Yox, malın keyfiyyətinə görə. Bir də rayonlarda da fərq var. Hə, Kürdəmirin yemişi ilə Sabirabadın yemişi bir deyil. Yəni Sabirabadın yemişi də qarpızı da o birilərdən baha satılır. Alışı da baha olur, satışı da baha olur. Dadında da fərqi var. Həqiqətən fərqi var. Ona görə də fərqlidir qiyməti. Bəs təxmini satıcılar üstünə nə qədər qoyur? 10 qəpik, 20 qəpik, 20 qəpik. Yemiş qarpız belə bir haqq hesab ki, 20 qəpikdən yuxarı qoymaq qeyri-mümkündür. Yəni o bostan qiyməti ilə yəni bir 10 qəpik yola gedir, 10 qəpik də sağ qalır. İşte 60 ha. Bunlar manata 80 da verirəm. Onlar da 80 da. Zəiflər də 3 kilo 40 qəpik, 50 qəpik verir. Bəs qiymət nəyə görə fərqlənir bir-birindən? Malın keyfiyyətindən. Biz onu 80 qəpiyə, 75 qəpiyə alırıq. Üstünə 20 qəpik, 25 qəpik, elə olur 10 qəpik məzəndəyə uyğun. Yəni elə olur ki, yəni biz 10 qəpik də qoyuruq üstünə. Yəni çox qoya bilmirik, elə olur ki, yerində bahalaşır, çox qoymaq olmur. Elə olur ki, məsəl üçün 80 qəpik alırıq, 20 qəpik qoyuruq. Elə olur 90 qəpiyə alırıq, 10 qəpik qoyuruq. Bir də ki, yemişlər fərqli-fərqlidir. Yəni yaxşı yemiş var, biraz ondan fərqli ucuz yemiş var. Masallıdan gələn yemişlər biraz dadı başqa cür olur deyə onlar biraz ucuz olur, satmaq olmur. Amma Kürdəmirdən gələn yemişlər şirin olur, dadlı olur, biraz baha olur. Ona görə də az pul qoymaq olur üstünə. Bu yemişlər hardan gəlir? Bu yemişlər Kürdəmir yemişdir. Yəni, Şahnazar deyilən sort var, odur. Yəni çox gözəl və dadlı, şirin yemişlərdir. Mağazalarda isə yemişin 1 kiloqramı 2 gün öncə 2 manata təklif olunurdu. Hazırda isə bu qiymət 89 qəpiyə düşüb. Heç kəsə sir deyil ki, kəndlidən ucuz qiymətə mal alan da, satıcılara baha qiymətə satan da alverçilərdir. Məhsulu min bir əziyyətlə becərən kəndli, qazancından keçib alan alıcı, qazanan isə alverçilərdir.